Salam, hər vaxtınız xeyir. Mən sizin Azərbaycan dili müəlliminiz Mətanət Əliyeva. Bu gün sizə mövzu olaraq sifət və sayın izahını verəcəm. İlk növbədə sifətin izahına baxaq. Sifət əşyanın əlamətini və keyfiyyətini bildirir. Əlamət dedikdə ilk növbədə hər hansısa bir əşyaya baxanda onda gördüyümüz zahiri əlamətlər. Yəni həcmi, ölçüsü, quruluşu, forması, onlar hamısı əlamətə gedir. Məsələn, qırmızı alma. Burada qırmızı nədir? Almanın rəngidir. Bu olur onun əlaməti. Mən almanı yedikdən sonra onun dadlı olmağını bilirəmsə, yəni artıq o keyfiyyəti olur. Dadlı alma desəm və yaxud turş meyvə desəm, artıq onun gedir keyfiyyətinə. Keyfiyyət yəni bir insanı tanıdıqdan sonra müəyyən bizdə formalaşan xüsusiyyətlərdir. Məsələn, mehriban, gülərüz, səmimi kimi sözlər onun keyfiyyətini bildirir. Bəzi sözlər var ki, məsələn, gözəl insan. Həm əlamət bildirir, həm də keyfiyyət bildirir. Məsələn, o gözəl insandır, zahiri baxımından. Bir də deyirəm ki, onun xasiyyəti gözəldir, mehribandır, səmimidir, gülərüzdür. Digər əsas nitq hissələri kimi sifətlər də quruluşsa 3 yerə bölünür. Sadə, düzəltmə və mürəkkəb. Sadə sifətlər bir kökdən ibarətdir. Məsələn, sarı, mavi, yaşıl. Düzəltmə sifətlər isə, yəni burada leksik çəkilişi ilə düzəlməlidir. Düzəltmə sifətlər 2 yolla yaranır. Adlarla və feillərə qoşularaq. Məsələn, yağlı, yağ isminə lı-li-lu-lu şəkilçisi artırıb sifət etdik, düzəltmə sifət. Yağlı, yağsız, keş, zəhmətkeş, dar, evdar. Bi, na, la sözünün şəkilçiləridir və sözdən, kökdən əvvəl gəlir. Bi vəfa, na layiq, la məkan. Sifətlər necə, nə cür və hansı sualına cavab verirlər? Deməli, bu sifətlər daha çox necə, nə cür sualına cavab verir. Amma 2 şəkilçi var ki, çı və daş şəkilçisi, çı, ki, kü, kü və daçı, dəki hansı sualına cavab verir. Evdəki hadisə, hansı hadisə? Bugünkü danışıq, hansı danışıq? Deməli, gəldik feillərə qoşularaq. Feillərə qoşularaq düzəltmə sifət yaradan sözlərə. Məsələn, maz, qanmaz, ağan, ağlağan, ar, ər, ağa nəyən, ar, ər, oxşar, cən, deyincən, və s.
Mürəkkəb sifətlər isə iki kökün və ya iki və ya daha çox kökün birləşməsindən yaranır. Məsələn, xırda mırda. Mürəkkəb sifətlər bitişik və defislə yazılanlar. Bitişik yazılanlar müxtəlif sözlərin birləşməsindən yaranandır. Məsələn, xoşbəxt. Xoşbəxt. İki müxtəlif kökün birləşməsindən yaranır. Defislə yazılanlar isə bir sözün təkrarı ilə ola bilər, xırda-xırda, bir tərəfi aralıqda işlənməyən sözlər ola bilər, məsələn, xırda-mırda kimi. Gəldik sifətlərin digər əsas hissələrindən fərqləndirən əsas cəhətə, yəni sifətin dərəcələrinə. Sifətin 3 dərəcəsi var. Adi, azaltma və çoxaltma. Adi dərəcədə sifətlər normada qalır. Olduğu kimi qırmızı, mehriban, yaşıl, mavi. Azaltma dərəcəsi isə sifətin normadan aşağı düşdüyünü göstərir. İki yolla yaranır. Morfoloji və sintaktik yolla. Morfoloji yol şəkilçilərlə, sintaktik yol isə sözlərlə yaranır. Məsələn, ımtıl, qırmızımtıl, sov, uzun sov, şın, qara şın, yanız, qara yanız, ımtıraq və rak. Məsələn, yaxşıraq. Unutmayaq ki, həmin bu şəkilçilər qrammatik şəkilçilərdir. Yəni, söz dəyişən. Gəldik sintaktik yolla. Sintaktik yolla ala, açıq, təhər və kəm. Az. Bunlardan sonra mütləq nə gəlməlidir? Sifət gəlməlidir. Yadımızda saxlayaq ki, düzəltmə sifət dərəcələnmir. Alaçı, açıq sarı, təhər, yaşıl təhər, çiğ yazılır. Kəm, kəm şirin, kişi yazılır. Az, ağır yazılır, az şirin. Kəm savad, kəm hövsələ, və alagöz A dərəcədədir. Nə üçün? Kəmdən sonra isim gəlib deyə dərəcələnmir. Bayaq bildirdiyim kimi, mütləq bunlardan sonra nə gəlməlidir? Sifət gəlməlidir. Gəldik çoxaltma dərəcəsinə. Çoxaltma dərəcəsində sifətlər normadan daha yüksək olur. İki yolla yaranır. Morfoloji və sintaktik yolla. Morfoloji yolla M, P, R, S. Məsələn, qıpqırmızı, dümdüz, dost doğma, sapsarı. Cacə ədatı ilə yadımızda qalsın ki, mütləq nəyə qoşulmalıdır? Sifətlərə qoşulmalıdır. Xırdaca, körpəcə, appaq ifadəsi bu ağ sifətinə qoşulub morfoloji yolla yaranır. Ağappaq. Gəldik sintaktik yolla.
Sintaktik yolla qüvvətləndirici ədədlərdən istifadə edirik. Ən, lap, daha, olduqca, tünd, düm, zil. Yadımızda saxlayaq ki, tünd sifətləri qoşulanda defislə, düm bitişi, qalanlar isə ayrı yazılır. Gəldik sifətlərin isimləşməsinə. Bəzi hallarda sifətlər cümlə daxilində ismin sualına cavab verir. Bu zaman ismə xas şəkilçilər, qrammatik şəkilçiləri, cəmli, hal, mənsubə şəkilçisini qəbul edib isimləşir. Amma onlar morfoloji cəhətdən yenə də sifət olaraq qalır. Böyüyə hörmət etmək lazımdır. Kimi hörmət etmək lazımdır? Böyüyə. Amma burada baxırıq, böyük söz sifətdir. Deməli, sizdən morfoloji cəhətdən soruşanda hər sözə ayrı-ayrılıqda baxmaq lazımdır. Qoca, divanda, oturdu. Oturdu. Kim? Qoca. Cümlə daxilində mübtəda rolunda olur. Amma morfoloji cəhətdən nədir? Sifət. Bu adlanır substantivləşmə. Deməli, gələk indi saya. Say əşyaya aid olur. Nəyə aid olur? Əşyaya. Yəni ismə aid olmalıdır. Bu onun sifətlə ortaq cəhətidir. Sayın sualları neçə, nə qədər və neçəncidir. Deməli, saylar bəzən hansı suallara cavab verir? İndi buna qayıdacağım. Saylar quruluşda 3 yerə bölünür. Sadə, düzəltmə, mürəkkəb. Sadə saylar bir kökdən, düzəltmə saylar sadə düzəltmə şəkilçilərdən, mürəkkəb saylar isə 2 kökdən ibarətdir. Mürəkkəb saylar ayrı yazılır. Defislə yazılan hallarda baş verir. Məsələn, 5-6 defislə yazılır. Deməli, saylar mənaca 2 yerə bölünür. Miqdar və sıra. Miqdar sayı özü də 3 yerə bölünür. Müəyyən miqdar, qeyri-müəyyən miqdar və kəsr sayları. Müəyyən miqdar sayları konkret saylardır. Quruluşsa sadə və mürəkkəb olur. Məsələn, anam evə 5 dənə çörək aldı. 15 və mürəkkəb saydır. Yəni, müəyyən miqdar saylarında mən konkret sayı ifadə edirəm. Qeyri-müəyyən miqdar sayları isə sadə, düzəltmə və mürəkkəb olur quruluşsa. Qeyri-müəyyən miqdar saylara təxmini saylar da deyilir. Qeyri-müəyyən miqdar saylarından diqqət yetirsək, burada sadə saylara az, xeyli, çox, düzəltmə
larla və larda şəkilçisi ilə düzəlir. Larla və larda şəkilçisi ilə. Məsələn, minlərlə, minlərcə. Mürəkkəb isə bir sıra, bir çox, bir qədər. Deməli, bir sıra, bir çox saylarından sonra mütləq cəm isim gəlməlidir. Bir sıra kitablar, bir çox kitablar. Əgər mən burada cəm isim gətirməsəm, qrammatik normanı pozmuş olacam. Az, xeyli, bir qədər. Bunlardan sonra tək isim gəlməlidir. Çox, çoxlu, milyonlarla, yüzlərcə. Bunlardan sonra isə həm cəm isim, cəm, həm də tək isim işlənə bilər. Gəldik kəsr saylara. Kəsr sayları isə quruluşca mürəkkəb olur. Tam hissəni bildirir. Tam hissəni bildirməsi odur ki, məsələn, 3-də 4, 3-də 1 daha doğrusu, 3-də 1. Mən tortun 3-də 1 hissəsini yedim. Gəldik sayın digər məna növünə, yəni sıra saylarına. Sıra sayları ıncı şəkilçisi ilə düzəlir. Incı, inci, uncu, üncü. Sıra sayları hansı sualına cavab verə bilər? 5-ci sinifdə oxuyuram. Hansı sinifdə oxuyuram? 5-ci sinifdə. Sıra saylarından sonra gələn isim həm təkdə ola bilir, həm də cəmdə ola bilir. Yadımızda saxlayaq ki, əvvəl, bunu səliqəsiz yazdım. Yine səliqəsiz yazdım. Əvvəl, sonra axır, filan, son. Sonra ıncı şəkilçisi gələrsə, nə adlanır? Sıra say. Əvvəlinci, axırıncı, filanıncı, sonuncu. Sıra sayları haqqında məlumat bu qədər. Gəldik amonim saylara. Amonim saylar, amonimlər nə idi? Deyilişi, yazılışı, başlanğıc forması, vurğusu eyni, mənaca müxtəlif olan sözlər. 40, 1, 1000, 50 sayları amonim saylardır. 40, bir var 40maq, 80-də yazaq. Aha. Bir var 40maq, bir də var 40 say. Bir feil mənası var, bir də say mənası var. Bir ədat kimidir, bir də say kimi. 1000, bir var minmək, bir də var say kimi. 50. 50 bir var, məsələn 50 oğlandır. Yəni zirənc oğlandır. Bir də deyirlər ki, 50 say mənası. 80'dir. O yuxudan 80'dir. Nə etdi? 80'dir. Yəni qorxdu. Bir də say mənası var. Gəldik numarativ saylara. Numarativ saylar, ümumiyyətlə numarativ sözlər say və isim arasında yerləşir. Numarativ sözlər. Numarativ sözlər nədir? Ədəd, dənə, baş, nəfər,
nəfər, cüt, cüt, buket, bucaq, vaqon və s. Deməli, nəfər daha çox insanla işlənir. Ailədə 5 nəfər, məsələn, 5 nəfər insan var. Ailədə 5 nəfər insan var. Ədəd, dənə, cansızlarla, baş daha çox heyvanlarla işlənir. Ümumiyyətlə, numarativ saylar daha çox müəyyən miqdar saylarla işlənir. Və qeyri-müəyyən miqdar saylarından 5, 6. 6. Yəni, təxmini saylarla işlənir. Buket, cüt, qucaq, vaqon kimi, qutu kimi numarativ sözlər cəmiyyət fərqi yaradan sözlərdir. Nə demək cəmiyyət fərqi yaradır? Məsələn, mən deyirəm ki, mən bir qutu şokolad aldım. Bir qutu şokoladın içində bir dənə şokolad olmur ki, çoxlu şokolad olur. Düzdür? O səbəbdən buradakı sayla, buradakı say arasında bərabərsizlik pozulursa, artıq olur cəmiyyət fərqi yaradan numarativ sözlər. Bir qucaq odun. Hamının qucağı fərqlidir. Məsələn, mənim qucağıma 10 dənə odun sığırsa, başqasının qucağına 15 dənə odun sığa bilər. Vaqon. Bir vaqon, məsələn, nar. Bir buket gül. Bir buket güldə biz bilmirik axı nə qədər gül var. Və yaxud bir cüt corabda. Bir cüt corab. Və yaxud bir dəst kostyum. Bir dəst kostyumda təxminən 4-5 parça olur. Bir cüt corabda da 2 dənə corab olur. Deməli, buradakı sayla buradakı say arasında bərabərsizlik var. Bu da adlanır numarativ saylarda cəmiyyət fərqi. Gəldik sayların isimləşməsinə. İki cümlə yazacağam. Onlar arasında başa salacağım. Deməli, sözün kökü azdır. Azdan sonra ismə xas qrammatik şəkilci gəlib deyə, bu yenə də nədir? Say olaraq qalır. Azlar çoxlara tabidir. Hər ikisi saydır. Azdan sonra leksik şəkilci gəlib deyə, bu artıq say deyil. Bunun başlanğıc forması dəyişdiyinə görə bu isim. Deməli, nəyə diqqət edəcəyik? Əgər saydan sonra ismə xas qrammatik şəkilci gəlirsə, o saylığını itirmir. Əgər saydan sonra leksik şəkilci gəlirsə, artıq o öz say olma ehtimalını itirir. Bu qədər. Sağ olun. Xoşluqla qalın. Uğurlar.